Salam, bugünkü dərsimiz kainat və günəş sistemi olacaq. Kainat və kosmos sonsuz obyektiv varlıq olub, küllü miqdarda səma cisimlərindən ibarətdir. Milyonlarca ulduz və planetlər qalaktikalar əmələ gətirir ki, günəş sistemi süd yolu qalaktikasında hərəkət edir. O gecələr səmada bulud olmadığı halda ağ rəngli zolaq kimi görünür. Yer günəş ətrafında, günəş sistemi süd yolu qalaktikasında, süd yolu qalaktikası isə digər qalaktikalarla birlikdə kainatda hərəkət edirlər. Səma cisimləri ölçülərinə, fiziki kimyəvi xüsusiyyətlərinə görə ulduzlara, planetlərə, peyklərə, asteroidlərə, kometlərə və meteoroidlərə ayrılır. Qalaktikalar müxtəlif quruluş formaya malik olur ki, quruluşuna görə elliptik, spiral şəkilli, linza şəkilli, heç bir formaya malik olmayan qalaktikalar vardır ki, adi gözlə görünənləri süd yoludur, Andromedadır, böyük və kiçik Magellan bulududur, üçbucaq və Bode qalaktikalarını misal olaraq göstərə bilərik ki, bizim qalaktikamız süd yolu qalaktikasıdır. Spiral şəkilli quruluşa malikdir və spiral şəkilli quruluşa malik olan bu ulduz sisteminə təqribən 150 və 200 milyard ulduz daxildir. Bu sistem vahid bir kütlə mərkəzi ətrafında birləşərək qalaktikamızı əmələ gətirir. Səma cisimləri arasındakı məsafə işıq ili ilə ölçülür ki, işıq bir saniyədə 300 min kilometr məsafə qət edir ki, bir işıq ili bir ildə olan saniyələrin sayını 300 min kilometrə vurmaqla hesablayırlar. Günəşdən yer kürəsinə qədər olan məsafə bir astronomik vahid və yaxud da bir av adlanır. Ulduz özündən işıq, şüa, istilik saçan nəhəng və qaynar səma cismidir ki, günəş yerə ən yaxın olan orta ölçülü sarı ulduzdur. Onun diametri yerdən 109 dəfə böyükdür və bu qızmar kütlənin səthində temperatur 6000 Selsi dərəcəyə çatır. Günəşin səthindən çıxan qızmar istiliyi kosmik fəzaya yayılır ki, günəş işığı və istiliyinin yalnız kiçik bir hissəsi gəlib yerə çatır. Qədim zamanlardan ulduzlar büclər şəklində qruplaşdırılır ki, məsəl üçün böyük ayı, kiçik ayı, ox atan, şir, kiçik ayı bürcünün ən parlaq ulduzu daima şimal qütbü üzərində yerləşir ki, buna qütb ulduzu deyirlər və yaxud da Polaris. Yerdən qütb ulduzuna qədər olan məsafə 434 işıq ili ilə bərabərdir. Günəş və planetlər illik hərəkət yolunda 12 bürcdən keçirlər. Kainat haqqında müxtəlif fərziyyələr vardır ki, kainat və günəş sisteminin yaranması haqqında olan fərziyyələrdən biri Kant və Laplace'ın fərziyyəsini göstərə bilərik ki, 18-ci əsrin ikinci yarısında kosmogonik fərziyyələr irəli sürülür ki, bunlardan biri Kant və Laplace'ın fərziyyəsidir və onun fərziyyəsinə görə günəş sisteminin planetləri 4 və 5 milyard il əvvəl qızmar günəşə bənzər cismin parçalanmasına yaranıbdır. Bu fərziyyə görə nəhəng günəşə bənzər cismin səthindən, onun atmosferindən ayrılan qaz və toz hissəcikləri nəhəng həlqələr yaradır və qravitasiya sahəsinin təsiri ilə bu həlqələrdə kosmik qaz və toz dumanlıqları kütlə şəklində cəmlənir. Bu həlqələrdə maddələrin sıxlaşması, planetlərin, asteroidlərin, digər səma cisimlərinin yaranmasına səbəb olur. Onlar belə hesab edirdilər ki, yer kürəsi əvvəlcə qızmar halda olmuş, onun üst hissəsi tədricən soymuş, daxili hissəsi isə ərinti şəklində qalmışdır. Onlar yerdə baş verən müasir vulkanizm proseslərini də bununla əlaqələndirirdilər. Yerin daxilində ərinti kütləsinin üstün olduğu iddia edilən Kant və Laplace fərziyyəsinin həqiqətə uyğun gəlmədiyini sübut etdi və yeni kosmogonik fərziyyələr yarandı ki, Şmit və Fesenkovun fərziyyəsinə görə günəş sisteminə daxil olan planetlər təqribən 6-7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq disk şəkilli kosmik buluddan yaranıbdır. Buludun sıxılması nəticəsində kiçik kosmik qaz və toz hissəciklərinin hərəkətindən əvvəlcə çoxsaylı asteroidlər yaranır. Sonra bu asteroidlər birləşərək soyuq yer və digər planetləri yaratmışlar. Beləliklə də yer heç zaman tam ərimə mərhələsinə keçməmişdir. Müasir dövrdə kosmoloqların əksəriyyəti hesab edir ki, kainat böyük partlayış nəticəsində, Big Bang nəticəsində yaranıbdır. Böyük partlayış nəzəriyyəsinə görə kainat 13,8 milyard il əvvəl yaranıbdır. Bu zaman bütün materiya singulyar vəziyyətdə, yəni sonsuz sıxlığa, temperatura malik olubdur və bir nöqtə şəklində olub. Sonra böyük partlayış baş vermiş və kainat formalaşmağa başlamışdır. İlkin mərhələdə çox sadə quruluşa malik olan kainat, sonraki mərhələlərdə daha mürəkkəb quruluşa malik olmuş, atomlar, molekullar, kimyəvi birləşmələr, zülallar və nəhayət insan yaranmışdır. Kainatın inkişafı haqqında nəzəriyyələrdə qara dəlik
böyük əhəmiyyət kəsb edir və qara dəlik anlayışını ilk dəfə 1967-ci ildə Euler işlədibdir. Qara dəlik kainatın çox güclü qravitasiya sahəsinə malik olan xüsusi bir hissəsidir. Burada qravitasiya cazibesi o qədər güclüdür ki, işıq sürətlə hərəkət edən obyektlər belə qara dəliyi tərk edə bilmir. 2019-cu ilin yazında astrofiziklər ilk dəfə olaraq qara dəliyin 8 teleskopdan ibarət şəbəkə vasitəsilə təsvirini əldə edə bilirlər. Monster, əjdaha adı verilmiş həmən qara dəliyin diametri 40 milyard kilometr təşkil edir ki, bu da yer planetinin ölçüsündən 3 milyon dəfə çoxdur. Böyük partlayış nəzəriyyəsinin ardıcılıqları belə idi. Böyük partlayış baş verir, kosmik relik şüalanma yaranır, bundan sonra qaranlıq dövr yaranır, qaranlıq dövrdən sonra ilkin ulduzlar yaranır, sonra ilkin yeni qara dəliklər yaranır, ilkin qalaktikaların qovuşması və sonda müasir qalaktikalar yaranır. Hazırda kainatın inkişafı haqqında geniş yayılmış iki yanaşma mövcuddur ki, birinci yanaşmaya görə kainat getdikcə sıxılır. Müəyyən zamandan sonra o öz minimal ölçüsünə çataraq məhv olmağa başlayacaq. Bu yanaşmanın müdafiəçilərinə görə əgər kainat başlanğıc nöqtəyə malikdirsə, onun mütləq son nöqtəsi də var. İkinci yanaşmaya görə isə kainat davamlı olaraq genişlənməkdədir. Bu yanaşmanın əsas tərəfdarlarından biri dövrümüzün məşhur kosmologu olan Hawkingdir. Böyük partlayış nəzəriyyəsini daha da inkişaf etdirən alim qara dəliklər, singulyarlıq, zaman və məkan anlayışları istiqamətində bir çox tədqiqatlar aparıb. Onun fikrincə qara dəliklər əbədi deyil. Onlar buxarlama qabiliyyətinə malikdir. O da özündən əvvəlki bir çox kosmoloqlar kimi iddia edirdi ki, kainat genişlənir və qalaktikalar bir-birindən uzaqlaşır. Hawking deyir, kainatın genişlənməsi ilə nizamsızlıq artır, bu isə gələcəyi keçmişdən fərqləndirir və zamanın istiqamətini müəyyən edir. Əgər kainat sıxılsaydı, zamanın gedişi istiqamətini dəyişər, insanlar getdikcə gəncləşərdilər. Bu isə böyük partlayış nəzəriyyəsinin əksi olan böyük sıxılma nəticəsində kainatın məhvinə gətirərdi. Hawkingə görə milyonlarla qalaktika və milyonlarla səma cismi arasında yalnız yerdə həyatın mövcud olması inandırıcı deyil. O əmin idi ki, yad planetlər mövcuddur, lakin onların yerə gəlməsi bəşəriyyət üçün heç də yaxşı hal sayılmaz. Kolumbun Amerikanın kəşfi yerlərin taleyinə necə təsir etmişdirsə, yad planetlərin də yerə gəlməsi bəşəriyyət üçün eyni sonluqla nəticələnə bilər.